Zaten biz parazitlər deyirik əslində buna. Biz bu parazitləri necə tutaq? Bax mən nə bilirəm ki, indi mənim verdiyim qərar, bu dəqiqə mən indi acam. Misal üçün, mən aclıq haqqında verdiyim qərar və ya da kimin haqqında verdiyim qərar nədən yaranır? Bax, mən özümdəki parazitləri də yaxşı və ya da pisləri necə tapa bilərəm? Necə çıxış yolu? Əvvəla yemək bədənin istəyidir. O aclıq instinktlərə bağlıdır, nəinki düşüncəyə. Bizim bədənimiz, beynimiz və ruhumuz var da, belə deyək də. Bir bədən də bizlə hansısa formada danışır. Misal üçün, ağrılar hiss elətdirə bilər, yemək istəyə bilərsən, içmək istəyə və s. də. Yəni, instinktiv idarə etməsi var, belə deyək də, bir formatda. Bunlar, onlar da idarə olunmalılardır. İnsanlar var ki, asılıdır, misal üçün, acıdır, özünü saxlaya bilmir. Misal üçün, və oruc, misal üçün, tuturuq İslamda. Orucun özündə nədir? İnsan deyir, qal səhərdən axşamacan su içmə, pis gözlə baxma, söymə və s. Bunlar hamısı bir növ öz bədənivi və əqlivi idarə et modelidir. Yəni, səni bir mexanizm verir, hansında ki, sən onu təkrarlamaqla özünü idarə etmək bir həddinə çatırsan. Onun üçün çox vacibdir orucun idarə olunması, istifadə olunması. Qayıdacaq necə görməlidir? Görmə prosesi, mən bayaq dedim onu, sorğulamaqla yaranır. O müdriklük prosesidir əslində. Bizim transformasiya təlimi ilkin ayılışa çox kömək edir. Yəni, işarət transformasiyanı keçəndən sonra insanlarda bu görmə qabiliyyəti yarana bilir. Əgər görmənin çətinliyinə qayıtsaq, bəli, insan görməyi çətindir. Adi bir şey götürün, nə bilim, əlinizin bir yerinə götürün, bir davamlı belə vurun. Bir müddətdən sonra itirəcəksiniz o hissi ki, bu vurur. Yəni, bədən adi bir səs olsun da, görsən ki, adam var, səsli küydü yerdə, ilə aparır ki, heç bir səs yoxdur. O təkrarlanan ağrılar bizim üçün eşidilməz bir formaya gəlir də və bizim düşüncələr hansılar ki, onlar da o patsazına niyə yığılıb, şuur altına yığılıb, onlar da bizim üçün görsənməz həddədir. Çünki biz ümumiyyətlə bayaq dedim, 95% onlar danışır. Yəni, sən gün ərzində onları görmədən hərəkət edirsən. Bunun ən rahat yolunu nə deyə bilərəm? Bu, İslamda, Quranda Allah nə deyirdi? Düşünənlər üçündür. Düşünmək qabiliyyətidir. Nədir düşünmək qabiliyyəti? Dərhal qərar verməkdən biraz səngiyib, üstündə daha dərin araşdırma aparıb bir qərar verin. Onda düşünmüş qərar verəcəksiniz. Onda bütün hadisələrə dərhal qərar vermir. Bir də orada yağ yanır, Zaid müəllim. Necə dərhal qərar verir? Ona görə də şuuraltı başlayır işləməyə də. Çünki dərhalıq. Bax, o dərhallar düşünülməmişdi də. Artıq şuuraltı əvvəllər olmuş hadisədən yığılandır. Gəlin, belə baxaq da. Ümumiyyətlə, beyni biraz başa düşmək lazımdır da. Beyin bədənin ən çox enerji istifadə edən orqanıdır. Normal da. İstənilən halda, bizdə pizad yığılırıq da, akkumulirovat edirik də enerjini, düzdürmü? Yəni, bədən eyni zamanda düşünür ki, necə eləsin, çox xərcləməsin. Necə eləsin, zapası yıxsın, misal. Beyin də bu ən çox xərcləyən orqandırsa, demək, burada da bir mexanizm formalaşmalıydı, hansı ki, bu enerjinin xərclənməsini azaltsın da. Pastayanı biz hər şeyin üstündə 3 saat düşünsək, hərəkət etməliyik. Məsələdə yağ yandı. Burada bunun yolu da həmən bu şuuraltı formatıdır. Yəni, biz hadisələrlə rastlaşırıq, orada bir düşüncəyə çatırıq və ya bir kəsdən bir şey götürürük və ya nə bilim, orada başımıza bir şey gəlir. Ondan bir dəyərə çatırıq, bir düşüncəyə çatırıq. Onu zaps edirik içəri, belə olur dildə desə və gələn dəfə artıq fikirləşmir. Yəni, beyin deyir ki, deyən narahat olma, keçən dəfə olub yazmışam, mən eləyəcəm, sən işinlə məşğul ol. Və onda da biz həmən o parazit deyirsiniz, biz onu parazit demirəm mən, yəni qərarlar deyirəm, psixoloji qərarlar. Onlarla hərəkət edirik. Bilirsiniz, Wilson'un bir maraqlı bir yanaşması var. Deyir ki, insan beyni iki işə bölünüb. Düşünən beyin, icra eləyən beyin. Nə deməkdir bu? Deyir, bir insan bir yeni halına rastlaşanda düşünür. Yəni, birinci dəfə nəsə bir şey eləyəndə siz görürsünüz, həmişə elədiyində düşünmürsən, yəni prost deyirsən, maşını sürməyə gəl, davamlı sürürsənsə, heç yadıma düşmür. Amma birinci dəfə maşını sürəndə da bilmirsən, hara baxmayasan da, yəni, düz tutmuşam yoxsa, ora maşın vardı və s. O vaxtı ki, sən birinci dəfə rastlaşırsan, düşünməyə başlayırsan, necə eləyim, hara girim, nə var, nə yox. Onun ki, düşündün, bitirdin, bunu belə eləmək lazımdır. Artıq düşünmə beyni getdi işini dalınca.